Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Pirqulu stansiyasından 12 km cənubda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Respublika Seizmoloji Xidmət Mərkəzindən verilən məlumata görə zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. 3,7 magnitudalı zəlzələ ocağının dərinliyi 9 km olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil. Tovuzda 1976-cı il təvəllüdlü Qəmbər İsmailov qeydədəki asosyal şərtidir, yaşadığı aşağı Öysüzlü kəndindəki su kanalına düşüb. Xəbər verilir ki, 49 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Məlumata görə hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət etsin, yaxınlarına, əzizlərinə səbir diləyirik.